Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi yalnız siyasi barışıq deyil, həm də iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar deməkdir. Dəmir yollarının bərpası və Zəngəzur dəhlizinin açılması buna təkan verəcək. Bəs bu imkanlar reallığa çevrilərsə, tərəflər hansı sahələrdə daha sürətli və effektiv əməkdaşlıq qura biləcəklər? Və bu əməkdaşlığın qurulması üçün daha hansı addımlar atılmalıdır? Azərbaycan-Ermənistan sülh sazişinin 10-cu maddəsində tərəflərin iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığa dair razılaşmalar bağlaya biləcəkləri qeyd olunub. Paraflanan sülh sazişi həm də tərəflərin gələcəkdə iqtisadi əlaqələr qurması üçün zəmin yaradan sənəd kimi qiymətləndirilir. Ekspertlərin fikrincə iki ölkənin iqtisadi əməkdaşlığı nəqliyyat kommunikasiya xətlərinin açılması ilə başlaya bilər. Xüsusilə dəmir yollarının bərpası Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin əsasını təşkil edəcək. Bu da uzun illər beynəlxalq layihələrdən kənarda qalan Ermənistan üçün dünyaya çıxış imkanıdır. Ermənistan özün də blokadadan Zəngəzur dəhlizinin işə düşməsi ilə blokadadan çıxacaq və Ermənistan özü də artıq belə deyək, Zəngəzur dəhlizinin elementləri, konnektorları vasitəsilə ümumi şəkildə qalan dünya ilə ticarət edə biləcəklər. Həm də nəzərə alaq ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu yükdaşımaları deyil, həm də enerji, elektrik enerjisi, qaz, neft ixracı üçün nəzərdə tutulan quru daşımaçılıq, ümumiyyətlə enerji, həm də enerji koridorudur. Ölkələr arasında enerji sahəsində də əməkdaşlıq imkanları var. Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər. Ötən il isə Paşinyan və Ermənistan hökumətinin digər üzvləri sülh sazişindən sonra Azərbaycandan təbii qazın alınmasını istisna etməyiblər. Hazırda Ermənistan təbii qazın 80%-ni Rusiyadan, 20%-ni isə İrandan əldə edir. Üstəlik son dövrlər bu ölkənin idxal etdiyi təbii qazın qiymətində də ciddi artım var. Təbii qazın Azərbaycandan Ermənistana ixrac olunması mümkündür. Sovet dövründən qalmış bəlli infrastruktur da var. Onun yenidən qurulması, yeni birləşdirici xətlərin çəkilməsi o qədər də böyük bir zaman almayacaq və bu Ermənistanın Azərbaycandan qaz almasını təmin edə bilər. Onların qaz tələbatı illik təqribən 1,6 milyard kubmetrdir. Yəni onun ən azı yarısını Azərbaycan təmin edə bilər. Bu Azərbaycan üçün də üstünlükdür, yeni bazardır. Hazırda Ermənistan iqtisadi cəhətdən əsasən Rusiyadan asılıdır. Nikol Paşinyan isə ölkəsini Rusiyanın orbitindən çıxarmaq istəyir. Bu isə Ermənistan iqtisadiyyatında Rusiyanın Azərbaycan və Türkiyə ilə əvəzlənməsinə gətirib çıxara bilər. Türkiyə ilə də sərhədlərin açılacağını düşünsək, gələcəkdə Ermənistanın Azərbaycan və Türkiyənin Ermənistan iqtisadiyyatında nə qədər çox rol olacaqsa, rol alacaqsa və nə qədər çox üstün mövqeyə malik olacaqsa, bu həm sülh prosesinə, həm də Ermənistanın gələcəkdə Azərbaycan və Türkiyənin iqtisadi münasibətlərindən asılılığının artmasına səbəb olacaq ki, bu hər iki ölkə üçün də kifayət qədər sərfəli bir gedişatdır. Ekspertlər bildirirlər ki, gələcəkdə tərəflər arasında kənd təsərrüfatı, turizm, sərhədyanı ticarət və digər sahələrdə də əməkdaşlıq mümkündür. Sovet İttifaqı dövründə iki ölkənin bir çox sahədə əlaqələri olub. Eyni zamanda iş adamları arasında qarşılıqlı investisiya imkanları da mümkündür. Lakin tez bir zamanda iqtisadi münasibətlərin qurulması asan görünmür. Bunun üçün ilk növbədə qarşılıqlı etimad yaranmalıdır. Bütün bunlar isə Ermənistan konstitusiyasının dəyişdirilməsindən və yekun sülh sazişinin imzalanmasından sonra mümkündür.